Salam əziz izləyicilər, mən bugün sizə sizi istifadə edən insanlar və ümumiyyətlə həyatımızda olan neqativ, zərərli insanlar haqqında danışmaq istəyirəm. Zərərli münasibətlər haqqında eyni zamanda. Zərərli münasibətlərin təməlində bir şey var ki, ya hər iki tərəf, ya da bir tərəf zərərli şəxsiyyət tipinə malik olur. Yəni o sizdən istifadə edir, narsist şəxsiyyət olur və yaxud digər şəxsiyyət pozuntuulu olan insanlardan olur. Bu həmçinin dostluqlarda olur və yaxud münasibətlərdə olur və s. Bəs biz hardan bilək ki, bu münasibəti qurmamışdan qabaq bu insan zərərli münasibət tipinə aiddir? Ümumiyyətlə mən sizə bunu deyə bilərdim ki, hər hansı bir münasibət quranda, bu istər dostluq olsun, istər ailə, istər iş və s. münasibətlərə aiddir bu. Deməli, münasibət qurmamışdan qabaq o insanın keyfiyyətli bir insan olmasına diqqət yetirin. Yəni onun seçimlərinə baxın, o insanın məqsədlərinə baxın, hədəflərinə baxın. Eyni zamanda o insanın yaxınlarına da baxın. Bunlara baxıb o insanı həqiqətən də öz həyatınıza daxil etməyi düşünün. Əgər o insanda bir duruş yoxdursa, duruş dediyim, yəni özgüvən yoxdursa və yaxud öz sevgi yoxdursa, özünə dəyər vermək çox az səviyyədədirsə, o insanı dostluq münasibətinə almaq, öz həyatınıza almaq çox səhv bir fikir olur. Bəs ikincisi nədən ibarətdir? Sizə qarşılıqsız olaraq heç bir şey eləməyən insanlardan uzaq durmanız məsləhətdir. Yəni siz ona eləyirsiniz, o da sizə eləyir. Yəni siz eləmədən o heç bir əlini bir işə vurmur, heç bir şey eləmir. Nəyə görə mən bunu deyirəm? Məsəl üçün qarşılıqlı olaraq biz sosial mediada hər cürə yoldan keçən bir insandan belə yaxşılıq tələb edə bilərik. Mən ona yaxşılıq edeyim, o da mənə əvəzinə bir şey versin. Bunu biz hər bir insana deyə bilərik. O bizim hökmən deyil ki, həyatımızda olsun, düzdür. Bizim həyatımızda olan, bizim özümüzə yaxın bildiyimiz insanları digərlərindən fərqləndirən də məhz budur ki, onlar bizə qarşılıqsız yaxşılıq edirlər. Bu qarşılıqsız yaxşılığı eləmədikdən sonra onun heç bir mənası olmur. Ona görə bunu diqqət mərkəzində saxlayın. Bəzən də elə bir şey olur ki, o insanın sanki sizlə yarışa girdiyinin fərqinə varırsınız. Bax, bu insan sizə nə qədər desə ki, mən səni çox istəyirəm və yaxud sən mənim həyatımda təksən, mən indiyə qədər sənin kimi yaxşı insan görməmişəm. İstənilən bir tərif sizə yağdırsın, tərif versin sizə. Xeyri yoxdur. Siz əmələ baxın. Siz onun elədiyinə baxın, onun dediyinə baxmayın. Sözə gələndə hər cür insan söz deyə bilər. Baxın, siz müəyyən bir uğur qazanmısınız. O da sanki eyni səviyyədə sizdən daha qabağa getməyə çalışırsa, məsəl üçün bir imtahanda siz yüksək bal toplayıbsınız, gələn imtahanda isə o oxumayan bir tələbədirsə, oxumayan bir şagirddirsə, çalışıb sizdən daha üstün olmağa çalışırsa, bax, bu insan sizdən yarışa girib deməkdir. Mən çox asan bir misal göstərdim də burada. Bu hər cür bir şey ola bilər, geyimdə ola bilər, yəni işdə ola bilər. Hər cür məsələni biz bura misal gətirə bilərik. Əsas üçüncü məsələ nədən ibarətdir bəs? Müəyyən səbəblərə görə sizin yanınızda olan, yəni o səbəblər bitəndən sonra siz hiss edirsiniz ki, o insan yavaş-yavaş artıq sizdən uzaqlaşır. Bunun səbəbini o müəyyən bəhanələr gətirə bilər, çox şey deyə bilər sizə, amma siz ona inanmayın. O səbəblər bitəndən sonra hiss edirsinizsə ki, o insan sizdən uzaqlaşır. Bax, bu artıq zərərli münasibətdir. Siz indiyə qədər zərərli münasibət qurubsuz. Yəni, bu insanı müəyyənləşdirin və həyatınıza da almayın. Digəri isə, ümumiyyətlə mən bir şey deyim sizə, həyatımızdakı hər insanın şəxsi bir məsələsi olur. Yəni, şəxsi özünə qalan məsələlər olur. Yəni, hər insan məcbur deyil ki, bizə hər şeyi desin, hər şeyi haqqında danışsın. Amma bir insan ki, sizlə uzun zamandır artıq birlikdədir, sizə deyirsə, mən həqiqətən də sənə hər şeyi deyirəm, hər şey haqqında məlumat verirəm, deyir. Amma müəyyən müddətdən sonra üzə çıxır ki, əslində hər şeyi demirmiş. Müəyyən şeylər həqiqətən də gizli qalırmış. O, sənə dediyi şeylərin altında belə nələrsə gizlədirmiş. Yəni, bilərək gizlətmə var, bir də bilməyərək gizlətmə deyilən bir şey var. Yəni, bilərək sizdən bir şey gizlədirsə bu insan, demək ki, burada da nəsə zərərli münasibət deyilə bilər buna da. Digəri isə nədən ibarətdir? Siz ondan hər hansı bir önəmli bir şey danışmaq istəyəndə o insanı orada tapa bilmirsiniz. Mən sizə indi dedim ki, bu insanları müəyyənləşdirib həyatımıza almamalıyıq. Əgər hər hansı bir insan önəmli bir məsələ danışanda
siz onu orada tapmırsınızsa, bax bu insanları həyatınıza almamalısınız. Çünki o irəliləyən zamanlarda da ancaq bu cür davranacaq. Yəni siz bir məsələ barədə danışmaq istəyəcəksiniz, o hər zaman qaçacaq. Yəni qaçan bir insandan da yaxın münasibət, həqiqi bir münasibət qurmaq olmur. Bəs videonun əvvəlində dediyim o özgüvəni aşağı, öz dəyəri aşağı, yəni öz sevgisi aşağı insanlarla niyə biz münasibətdən qaçınmalıyıq? Əlbəttə ki, o insanlarla da yaxın münasibət quranlar var, amma onların da öz dəyəri aşağıdır. Yəni hər şey dəngi-dənginə bir söz var. Həqiqətən də bu çox doğrudur. Yəni sizin əgər öz dəyər probleminiz, öz sevgi probleminiz yoxdursa, onun varsa, o artıq o sevgini sizdən tələb eləməyə başlayacaq. Davamlı verici tərəf siz olacaqsınız. Siz ona verəcəksiniz. Və mənim bu haqqda uzun bir videomda olacaq ki, öz sevgi haqqında, öz sevgisi aşağı olan insanların bir çoxusunda bir problem də olur ki, məsəl üçün onlar sevgini qarşı tərəfdən ala da bilmirlər. Çünki sevgini ailədən və yaxud uşaqlıqdan, sosial çevrəsindən yaxşı ala bilmədiyinə görə artıq onlar sevginin nə olduğunu bilmirlər. Yəni həqiqi sevginin nə olduğunu bilmirlər. Ona görə də sizdən də həqiqətən də siz ona vermirsiniz kimi qəbul edəcəklər bunu. Ona görə siz də əziyyət çəkəcəksiniz bu münasibətdə. Məsləhət görünür ki, indiyə qədər saydığım o şəxsiyyət tipləri ilə və zərərli insanlarla öz sevgi, öz dəyər probleminiz yoxdursa, münasibət qurmayasınız. Mənim danışacaqlarım bu qədər. Seanslar üçün Yovşan klinikası və yaxud da onlayn seanslara yazıla bilərsiniz. Müraciət üçün e-mail ünvanıma və yaxud da dediyim kimi nömrəni də aşağıda qeyd edəcəm. Sağ olun, növbəti videolarda görüşənədək abunə olub bəyənməyi unutmayın.